Böyük qayıdış uğurla davam edir. Daha 20 ailə Ağdərənin Həsənriz kəndinə öz dədə-baba yurduna qayıdıb. Onlar təəssüratlarını, sevincini ATV xəbərlə bölüşüb. Qeyd edək ki, bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərindən 16-sında hazırda tikinti bərpa işləri həyata keçirilir. Digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Bugünə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın vətəndaşımızın daimi məskunlaşması təmin olunub. Oradan çıxanda 12 yaşım var idi. Hal-hazırda 47 yaşında vətənimizə dönmüş. Çox sevindirici bir hissdir. Qayıdıram öz yerimizə, fəxr edirəm. Gelib öz yerimizə, yurdumuzda yaşayaq. Bütün torpağı alan oğulların hamısının qarşısında, şəhidlərin qarşısında, anaların qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Prezidentimizə təşəkkürümüzü bildiririk. Kimi kövrəlir, kimi bu xoşbəxtliyi onlara yaşadanlara minnətdarlığını çatdırır. Kimi isə qəlbindəkini illərlə gözləyib muradına çatdığı hisslərini sözlərlə ifadə etməkdə çətinlik çəkir. Bugün Ağdərənin Həsənriz kəndinə qayıdan 68 sakindən ibarət 20 ailə üçün unudulmayacaq bir tarix olacaq. Devlətimiz verdiyi evə gedirik. Şükür Allah'ın bugünkü gününə. Allah devlətimizi qorusun, millətimizi qorusun. Allah hamıya xoş gün göstərsin. Ağdərənin Həsənriz kəndinə qayıdanlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Artıq onlar gözəl gələcək vəd edən, yenilənən evlərində həyatlarının yeni səhifəsinə başlayacaqlar. Onların burada rahat yaşaya bilməsi üçün hər cür şərait də qurulub. Çox da gözəl şərait yaradıblar. Hər kəs geçsin, o torpaqların qədrini bilsin. Çünki hər bir yerdə bizim şəhidlərimizin zəhməti var. Qazilərimizin zəhməti var. Həsənrizə qayıdan 20 ailəyə evlərinin açarları təqdim olundu. Bununla da Həsənriz kəndində ümumilikdə 90 ailədən ibarət 306 nəfərin daimi məskunlaşması təmin edilib. Səadət Ayazqızı, Aslan Məmmədli, Məhəmməd Hacızadə, ATV Xəbər, Ağdərə.